Salam dəyərli izləyicilər, 5 iyun tarixində keçirilən monitorinq imtahanı üzrə C variantı riyaziyyat suallarının izahına başlayırıq. Kimlər C variantıdırsa, buradan cavablarını yoxlaya bilərlər. 31-ci sualdan start götürürük. Şəkildə 4 bərabər kvadratdan müxtəlif formalı fiqurlar düzəldilmişdir. Hansı fiqurun perimetri ən kiçikdir? Dostlar, fiqurun perimetrini tapanda kənar xəttləri nəzərə alırsınız. Bunun perimetri olacaq 10. Sonra ikincidə 8 olacaq. Hər tərəfdə 2 2-dir. Burada 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Bu da 10 oldu. Növbəti bu 2, 4, 5, 6, 7, 8, 9. Bu da 10 oldu. Demək ki, ikinci fiqur digərlərindən daha kiçikdir. Yəni B variantı doğru cavabdır. 32-ci suala baxırıq. 120 ədəd ağ, 126 ədəd tünd rəngli yumurtaları satış üçün qablaşdırmaq məqsədi ilə 2 növ yumurta qablarından istifadə etdilər. Ağ rəngli yumurtalar 3 sıra və hər sırada 15 yuva olan qab, yəni 15, 15. Tünd rəngli yumurtalar isə 3 sıra, hər sırada 6 yuva, yəni 18, 18 bölünəcək. Yumurtaları yerləşdirmək üçün cəmi neçə yumurta qabı lazım olar? Dostlar, bu 15 tutur, bu 18 tutur. Deməli, nə edəcəm? 120-ni böləcəm 15-ə, 8 dənə bundan lazımdır. Sonra 126-nı da böləcəm 18-ə, düşəcək 7 dənə də bundan. Toplam neçə dənə lazımdır cəmi? 15 dənə. 33-cü sual. Fiqurlardan hansının 16-da 4 hissəsi ştrixlənib? Dostlar, 16-da 4 ixtisar aparsaq 4-də 1 hissə deməkdir. 4-də 1 hissəsi ştrixlənən A variantıdır. Baxırıq digər variantlarda, yəni bax bu çaşdırmasın sizi. Bu 8-də 1-dir. Sonra bu 8-də 4 hissədir. Bu da 4-də 2 hissədir. Yəni 2-də 1 hissəsidir. 16-da 4 deyəndə, yəni ixtisar aparıb 4-də 1 yaza bilərsiniz. Sonra 34-cü suala baxırıq. Dərslərdə istifadə etmək üçün Steam mərkəzinə hər birinin qiyməti 2500 manat olan 8 ədəd robot dəsti və hər birinin qiyməti 1206 manat, daha doğrusu 1200 manat olan 6 ədəd dron aldılar. Məhsullar almaq üçün ayrılan 30 min manat məbləğdə nə qədər pul artıq qaldı? Baxaq dostlar, 8 dənə robot dəsti. Robot neçədir biri? 2500. 8-i vururam 2500-ə. 20 min robotlar üçündür. 20 min yazıram bura. Sonra Steam dəsti üçün 1200 dənə yox, robot dəsti digəridir. Olsun, fərqi yoxdur. Mən drone tərəfə yazdım. Fərq etməz dostlar. Bu hissəyə yazaq. Deməli, 20 min manat buradır. 20 kimi yazıram qısaca. Hər birinin qiyməti 1206 manat olan 6 ədəd də drone alırlar. 1200 də vuracam 6-ya. 7200 də budur. Bu önəmli deyil, yəni hansını ara yazdıq. Əsas cəmi tapacam. 20 min toplam 27200 edir. Deyək ki, nə qədər pul artıq qaldı? 30 min pulunuz var, 27200 xərcləndi. Deməli, 27200-ü 30 mindən çıxmağınız lazımdır. 2800 manat pul artıq qalacaq, yəni 30 mindən. Sonra 35-ci suala baxırıq. Birinci qutuda ikinci qutudan 4 ədəd çox kürəcik var. İki qutuda ümumilikdə 44 kürəcik varsa, birinci qutuda neçə ədəd kürəcik var? Tam hissə modelindən yaza bilərsiniz dostlar. Bunu konkret olaraq bilməlisiniz. Birinci qutuda 4 dənə çoxdursa, 24 dənə olacaq. İkinci qutuda nə qədərdir? 20 dənə. Deməli 24 bundadır, 20 bundadır. Cəmi 44-dür. Təkrar baxırıq. Birinci qutuda, ikinci qutudan 4 ədəd çox kürəcik var idi. Birinci qutuda neçə ədəd kürəcik var? 24. 36-cı sual. Rəqəmlər yazılmış 3 ədəd kartı yan-yana qoymaqla düzəldilə bilən ən böyük 3 rəqəmli ədəd ilə ən kiçik 3 rəqəmli ədədin fərqi neçədir? Ən böyük 430-dur. Ən kiçik də 304 ola bilər. Yəni bundan daha kiçik tapa bilərikmi? Xeyr. 3, 0, 4 şəklində yazıram. İndi bunların fərqi 430 çıx 304, 126 alıram C variantı. 37-ci sual digər variantlarda baxmışdıq. 16-dır ardıcıllığa əsasən. Növbəti 38-ci sual. Səmaya xala. Aha, bunu da bayaq baxdıq. 14 edir dostlar bunun cavabı. Çünki 6 litri 3 litrliklərə böləndə 2 qab burada lazım olur. Yerdə qalan 6 litrdə yarım-yarım böləndə 12 qab da o digər tərəfdə lazım olurdu. 39-40-cı sualları deməli bu suala əsasən bu şərt əsasən cavablayacağıq. Humay 36, daha doğrusu 62 şəklini yeni aldığı alboma yerləşdirmək istəyir. Albomun hər səhifəsi eyni sayda şəkil tutur. O bu qayda ilə 15 səhifəni şəkillə tam doldurur. 16-cı səhifə isə artıq qalan 2 ədəd şəkli yerləşdirir. Aha, albomun hər səhifəsi necə şəkil tutur? Dostlar, 62 dənədən ikisi artıq qalıbsa, deməli 60 dənəni 15 səhifəyə yerləşdirir. 60 bölü 15 4 səhifə. Təkrar edirəm, 4 səhifəni doldurur. Bax, diqqət yetiririk. 4-ü vururam 15-ə, yəni 15 səhifə. Üstəgəl 2 şəkli də bir səhifəyə yerləşdirir.
Aydındır. Təkrar bir daha qeyd edirəm. 62 şəkil var. Yeni aldığı alboma yerləşdirmək istəyir. Albomun hər səhifəsində eyni sayda şəkil yerləşdirir. Bu qayda ilə 15 səhifə şəkillə tam doldurur. Hərəsində 4-4. 16-cı səhifəyə isə artıq qalan, yəni 2 dənəsi artıq qalıb, hansı ki 2 ədəd şəklini yerləşdirir. Toplam oldu 62. İndi albomun hər səhifəsində şəkil tutur 4 dənə dostlar. Bunu yazırıq. 40-cı sual. Albomun heç bir şəkil yapışdırılmamış səhifələrinin sayı. Şəkil yapışdırılmış səhifələrinin sayının 3 mislindən 2 ədəd azdır. Albomda cəmi neçə səhifə var? Dostlar, bax, diqqət yetiririk. Albomun heç bir şəkil yapışdırılmamış səhifələrinin sayı bu. Şəkil yapışdırılmış səhifələrinin sayına. Şəkil yapışdırılan neçə səhifə var? 16 səhifə var. 15-i tam dolub 16-cıya da yapışdırıb da. 16-nın 3 mislindən 2 ədəd azdır. 16 vur 3 çıx 2. 46 səhifə var. Deməli 46 səhifə yapışdırılmayandır, 16 da yapışdırılandır. 46 üstəgəl 16 62 səhifədir. Albomda cəmi neçə səhifə var? 62 səhifə. Həllini amma yazmağınız lazımdır. Mən qısa yazdım burada. Növbəti 41-ci sual. Bunu bayaq yazmışıq. Burada D variantıdır. Yəni eyni sualdır. Təkrar digər variantlarda olduğu üçün izahını vermirəm. Sonra 42-ci sualda təkrardır. Burada da səhv etmirəmsə D variantı idi. Ola bilər sualın yerini dəyişərlər, yəni elə bir mexaniki səhvimiz olar, amma eynidir. Sonra 43-cü sual. Burada da 30 edirdi C variantı. Sonra burada da 5 və 6 idi. Yəni A variantı uyğun gəlirdi. Okey, bəli, eyni sualdır. A5, B-də 6 edirdi. 45-ci sual. Kənan kibrit çöplərindən fiqurlar düzəldir. Onun müəyyən qaydaya əsasən düzəltdiyi ilk 3 fiqur şəkildə göstərilmişdir. Bu qaydaya uyğun olaraq 6-cı fiqur düzəltmək üçün Kənanın neçə kibrit çöpü lazımdır? Birincidə 4 dənədir. İkinciyə baxırıq, deməli 3, 3, 7 dənədir dostlar. Sonra burada nə qədərdir? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Deməli ardıcıllıq belədir dostlar. 4, 7, 10, 3 artır. Sonra 13 olacaq, 16 olacaq, 19 olacaq. Yəni bu qayda üzrə gedəcək. Birinci, ikinci, üçüncü, dördüncü, beşinci, altıncı. Çox deyil, 19 dənə olacaq. Altıncı da B variantıdır. Sonra 46-cı suala baxırıq. Mağazada endirim var. Hər məhsul üçün etiketdə gördüyünüz qiymətlərin 1/4 qədər ödəniş edilir. Aha, Samir mağazadan aşağıdakı cədvəldə verilənləri bəyənir. Bəyəndiyi şalvar məsələn 48 manatdır, köynək 44 manatdır. Bu etiket qiymətidir. Aha, bir də təkrar baxırıq. Hər məhsul üçün etiketdə gördüyünüz qiymətlərin 1/4 qədər ödəniş edilir. Yəni şalvar 48 manatdırsa, 1/4 nədir? 12 manat ödəniş edəcək. 44-ün 1/4 11 manat da buna. Samirin 100 manat pulu varsa, bəyəndiyi məhsulların hərəsindən bir ədəd aldıqdan sonra nə qədər pul qalır? 12, 11, 23 manat edir. 100 çıxılsın 23, 77 manatı qalacaq. A variantı doğru cavabımızdır. Sual 47. Nurlan 7 sayda kubu bir sıraya düzüb kuboid düzəltdi və kuboidin bütün üzlərini boyadı. Nurlan kubları yenidən ayırsa, kubların ümumilikdə neçə üzü boyanmış olar? Dostlar, diqqət yetirək. Bax, bunları birləşdirib, bu sual dərslikdə də var, bizim test toplularımızda da var. Yəni çox istifadə etdiyimiz sualda, sınaqlarda falan. Bunları birləşdirib rəngləyir. Bu rənglənən zaman ümumiyyətlə neçədir? 1, 2, 3, 4, 5, 6, 7 dənə. Hərəsinin 600-ü var. 7-ni əvvəlcə vurursa 6-ya 42. Amma burada ortada qalan hissələr ki var. 1, 2, 3, 4, 5, 6 dənə. Hərəsində də o üz bu üz. Yəni 12 dənə toplam rənglənməyən hissə var. 42-dən 12-ni çıxacaqsınız. 30 dənəsi boyanmış olacaq. 48-ci suala baxırıq. Eni 12 metr. Uzunluğu 20 metr olan düzbucaqlı şəklində torpaq sahəsinin kənarına hasar çəkilməlidir. Sahənin en tərəfindən bir qonşu sahə ilə ortaq olduğuna görə həmin tərəfdə artıq hasar mövcuddur. Bu hissədə hasar var, gördüyümüz kimi qonşu sahə. Qalan üst tərəfdən birinə isə 4 metr uzunluğunda dəmir darvaza qoyulmuşdur. Burada 4 metr darvazadır. Cəmi neçə metr uzunluğunda hasar çəkilməlidir? Dostlar, 20 bura, 20 bura. 40 metr etdi bu. Bu 12-dən də 4-ü hazır. Yerinə qalır 8. Deməli 48 metr hasar çəkməliyik. Sonra növbəti suala keçdikdə 49-cu sualdır. Xətti diaqramda mağazanın 5 gün ərzində satışdan əldə etdiyi gəlir təsvir olunmuşdur. Mağazanın gündəlik satış gəliri burada verilir.
Dördüncü gün əldə etdiyi gəlir birinci gün əldə etdiyi gəlirdən nə qədər çoxdur? Dördüncü gün əldə edib. Deməli nə qədər? 900 min, 1100'dür dostlar. Xətti əsasən görürük onu. 1100. Birinci gün nə qədərdir? 600. 1100'dən 600 çıxanda nə qalır? 500 qalar. C variantı doğru cavabdır. 50-ci sual. Bir velosipedçi 3 saat 36 kilometr yol gedir. Yəni sürət oldu 12. Sonra sürəti bu velosipedçinin sürətindən 6 dəfə böyük olan, yəni 72 olan motosikletçi 4 saata nə qədər yol gedir? 72-ni vurun 4-ə, 288 edəcək. Növbəti 51-ci sual. Bir ədədi 3 dəfə artırıb üzərinə 5 əlavə etdikdə 20 alınır. Həmin ədədi tap. 20-dən 5 çıx. 15, 15 3-ə böl 5. Yəni doğru cavab. Baxın 5-i 3 dəfə artırsanız 15 üstə də 5 gələndə 20 alınır. Növbəti 52-ci sual. Bu da təkrar sualdır. Aşağıdakı kəsirlərdən biri digər üçünə bərabər deyil. Bu hansı kəsirdir? A variantı olacaq dostlar. Bunun hamısı 10'da 3 edir. O %3'dür. Bu da dünən canlı yayında işlədiyimiz sualdır. Təkrar düşdü. Deməli dostlar, düzbucaqlı paralellepiped tamamlamaq üçün neçə white kub lazımdır? Bura 4'dür. Burası həpimizdə 5 idi. 1, 2, 3, 4, 5'dir. Hündürlük də 3'dür. 5, 4'üm 20, 60 dənədir. İçərisində nə qədər var? 22 dənəsi var. 60-dan 22-ni çıxıram. 38 dənəsinə ehtiyac var. 54-cü sual dostlar, bu sual da əvvəlki ildə düşən sualdır. Deyir, hansı düzgün təsvir edib? Deməli, Samir budur, xətti diaqramdır, Aynur budur. Deməli, başlanğıcda düzdür, birinci gün 5'dir, bunda da 5'dir. Sonra 4, 4, bunda da 4, 4. Növbəti gün, dördüncü gün, bunda 7 düzdür, amma bunda 6'dır. Görürsünüz, deməli Aynur sıradan çıxdı. Sonra 7'dən sonra 5-ci gün 6 olmalıdır. 5-ci gün bundan amma neçə olur? 3, 4, 5 dənə yazıb. Demək ki, bu da yanlışdır. Heç biri doğru təsvir etməyib. 54, sonra 56, 57 gəlib 55-ə baxaq. 55 buradadır. Şəkildə paltar asılqanının bəzi hissələrini göstərən xəttlər hərflərlə işarələnmişdir. Hansı doğrudur? A və B düz xəttləri paraleldir. Baxıram A, B. Hə, A, B buradadır da. Yəni biraz yaxşı görünmür. Bəlli A variantı doğru cavab olur deyəsəm. Baxaq digər variantlarda yenə də C və D düz xəttləri kəsişir. Yox, bunlar paraleldir. C və D düz xəttləri perpendikulyardır. Xeyr, perpendikulyar deyil, paraleldir, yenə səhv olur. F və E düz xəttləri. F buradadır, E hardadır? Buradadır. Paraleldir, xeyr, kəsişirlər onlar. Yəni A variantı düzgün cavab oldu. Dostlar 56, 57. Aha. Deməli 56-da sahəni soruşur. 90 vur 45. Digər variantda işləmişik bunu. 90-ı 45-ə vuran 4050-dir. Sonra 57-də də deyir ki, ən azı neçə qab boya lazımdır? Yəni perimetrini tapmaq lazımdır burada. 90 üstə gəl 45, 135 vur 2, 270'dir. Yəni 270 bax bu hissədən xətt çəkmək üçün 270 metr ərazidir, uzunluq edir daha doğrusu. Hər 50 metrdən bir dənə qab lazımdır. 270 50-yə böləndə 5 dənə düşür. Amma qalıq qalır orada. O qalıq önəmlidir. Demək ki, bizim ən azı 6 qaba ehtiyacımız var. Niyə? 5 dənə qab olsa hərəsi 50 metrdən 250 metr edər, amma 270 metrdir axı cəmi. Sonra dostlar 58-ci sual. Ayanın əlində 10 ədəd aşıq var. O bütün aşıqlardan istifadə edir. Abaq üzərində rəqəmlər müxtəlifin ən böyük 4 rəqəmləri düzəltdi. Bunu da bayaq digər variantda işləmişik dostlar. Rəqəmlər müxtəlif deyirsə, bura 0, bura 1, bura 2 yazacaqsınız. 3, burada 7 yazacağam. Yəni 7210 olacaq. Sonra saat 2:00 olduqda dəqiqə və saat dəqiqə arasındakı bucaq 60 dərəcəyə bərabər olur. Saat 6:00 olduqda isə açıq bucağı olur. 2-dən 6-ya qədər zaman müddətində saat əqrəbi neçə dərəcə dönər? Cəmi 180-dir buradan bura. 60-ın gedibsə, deməli 120-si qalıb. Yəni buraya yazıram 120 dərəcə. Sonra bu da digər variantlarda da düşən sualdır. Ümumi 56 manatdır. Bu 7-də 4-dür dostlar. 56-nın 7-də 4 hissəsi 32 etmişdir. 56-nın 7-də 2 hissəsi də 16 etmişdir. Qaza xərclənən pul, işığa xərclənən puldan neçə manat çoxdur? 32-dən 16 çıxanda 16 qalacaq. Belə, bununla da C variantı da yekunlaşdı. Videomuzu bəyənməyi və paylaşmağı unutmuruq. Sağ olun, bir sonraki izahlarda görüşərik. Hələlik.